İsveçrənin məşhur Henley and Partners şirkəti dünya pasportlarının növbəti indeksini dərc edib. Yenavaz.com Henley and Partners şirkətinin 2026-cı il üçün açıqladığı pasport indeksinə istinadən xəbər verir ki, Sinqapur pasportu dünyanın ən güclü pasportu hesab olunur. Bu ölkənin pasportu ilə dünyanın 192 ölkəsinə vizasız və ya sərhəddə viza alaraq səfər etmək mümkündür. Bundan başqa Yaponiya və Cənubi Koreya pasportları ilə dünyanın 188, Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə pasportları ilə isə dünyanın 186 ölkəsindən vizasız və ya sərhəddə viza alaraq getmək olar. Henley and Partners şirkətinin tərtib etdiyi siyahıda keçmiş SSR və region ölkələri bu mövqelər tutublar. Qeyd edək ki, dünyanın ən zəif pasportuna Əfqanistan vətəndaşları sahibdir. Əfqanistan pasportu ilə cəmi 24 ölkəyə vizasız getmək mümkündür. Onu da bildirək ki, Henley and Partners'in hesabatına görə Azərbaycan pasportu ilə vizasız, sərhəddə viza və elektron icazə sənədi ilə gedə biləcəyimiz ölkələr bunlardır. Vizasız gedə biləcəyimiz ölkələr: sərhəddə viza alaraq gedə biləcəyimiz ölkələr: elektron icazə sənədi ilə gedə biləcəyimiz ölkələr.